Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Bildiyiniz kimi Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump dünəndən etibarən Yaxın Şərqə səfər edib. Səudiyyə Ərəbistanından başlanan səfər Qətər və sonra da Birləşmiş Ərəb Əmirlikliyində bitəcəyi bildirilir. Dünən Trump'ın Səudiyyə Ərəbistanında geniş qarşılanma mərasimlərini biz izlədik və eyni zamanda bəzi açıqlamalar və bəzi müqavilələrlə Trump'ın Yaxın Şərqə səfərinin pərdə arxası və əsas mahiyyəti də bəlli olmuş oldu. Bunu da qeyd edim ki, Trump prezident seçildikdən sonra ilk rəsmi səfəri məhz Yaxın Şərqə deməli oldu, Səudiyyə Ərəbistanı və sonra adını qeyd etdiyim ölkələr. Biz deməli bu səfər çərçivəsində bir çox deməli sahələrinə təhlil apara bilərik, amma əsas diqqəti çəkən məsələlərdən biri Səudiyyə Ərəbistanı ilə Amerika Birləşmiş Ştatları arasında imzalanan hərbi saziş oldu. Dəyəri 142 milyard dollar olan bir sazişdən söhbət edir. Təbii ki, bu günə qədər belə bir saziş heç bir ölkələr arasında baş verməyib. Bu ilkdir. Təbii ki, bu sazişin deməli bu sazişdən müəyyən suallar ortaya gəlir. Mən diqqəti ona çəkmək istəyirəm ki, təqribən 3 həftə əvvəl Səudiyyə Ərəbistanının Müdafiə Naziri İran İslam Respublikasına səfər etmişdi və orada deməli İrana qarşı hər hansı bir hücumda Səudiyyə Ərəbistanının iştirak etməyəcəyi ilə bağlı bəyanat səsləndirmişdi və eyni zamanda Yəməndə baş verən Husilərlə bağlı hərbi toqquşmadan da Səudiyyə Ərəbistanının çəkilməsi ilə bağlı müəyyən məlumatlar yer alır. Deməli, regionda Səudiyyə Ərəbistanının apardığı yəni savaş ən çox yəni deməli Yəməndə baş verən Husilərə qarşı, bir də İrana qarşı hərbi müdaxilələrdən söhbət gedə bilərdi ki, Səudiyyə Ərəbistanı bunların hər ikisindən çəkildiyini və bunlara qarşı hər hansı bir hərbi əməliyyatlara qatılmayacağı ilə bağlı bəyanatlar səsləndirib. O zaman belə bir sual ortaya çıxır ki, Səudiyyə Ərəbistanının 142 milyard dollarlıq hərbi texnika alınması ilə bağlı Amerika Birləşmiş Ştatlarından deməli arasında olan bu müqavilə nəyin mesajıdır? Yəni Səudiyyə Ərəbistanı regionda hər hansı bir hərbi münaqişə və yaxud da müharibə başlayacaqmı? Ümumiyyətlə bu müqaviləni zəruri edən səbəblərin olmaması və yaxud da hələ görünməməsi müqavilə barəsində müəyyən şübhələr yaradır. Təbii ki, mənim bir ehtimalım var, indi onu birazdan səsləndirəcəm. İkinci əsas məsələ Səudiyyə Ərəbistanının Amerika Birləşmiş Ştatlarına investisiya qoyulması ilə bağlıdır. Əlbəttə, Trump bunu 1 trilyon dollar dəyərində səsləndirdi və açıq şəkildə Səudiyyə Ərəbistanının qarşısına tələb qoydu ki, düzdür, media qarşısında bu nəzakətlə səsləndirilsə də, bu Amerika Birləşmiş Ştatlarının qabadayılığı ilə, yəni zorakılıqla Səudiyyə Ərəbistanının əlindən alacağı bir vəsaitdir. 1 trilyon dollar həcmində Trump tələb etdi ki, Səudiyyə Ərəbistanı Amerikaya investisiya qoymalıdır. Bu əslində Trump'ın düşüncə tərzinə tam uyğun olan bir gedişdir. Əslində, əziz izləyicilər, mənim diqqətimi çəkən digər bir mövzu isə Trump'ın Suriya ilə bağlı səsləndirdiyi fikirlərdir. Dünən açıqlamada səsləndirdi ki, Rəcəb Tayyib Ərdoğanın xahişi ilə və daha düzgün ifadə etsək, Rəcəb Tayyib Ərdoğanla danışdıqdan sonra qərara gəldiyini açıqladı ki, Suriya üzərində olan bütün sanksiyaları götürür. Bildiyiniz kimi, Bəşər Əsəd dövründə Qərb bloku Suriya ilə bağlı ciddi sanksiyalar tətbiq etmişdi və həmən sanksiyaların götürülməsi ilə bağlı
artıq Donald Trump öz fikrini verdi. Eyni zamanda bu bir neçə ay bundan əvvələ qədər Amerika Birləşmiş Ştatlarının hazırladığı terrorist listəsində Jolani adlı bir şəxsin ön sıralarda olmasına baxmayaraq, Türkiyənin vasitəsilə Jolani rəhbərliyi ilə bir quldur və terrorçi qrupu Suriyaya hakimiyyətə gətirildi və bu gün də deməli Donald Trump həmən deməli məsələ Amerika Birləşmiş Ştatlarının hazırladığı terrorçi listəsində adı olan bir şəxslə, yəni bir terror başı ilə görüşməsi Amerikanın mahiyyətini, Amerikanın ümumiyyətlə regionla bağlı, regionumuzla bağlı apardığı siyasətin fəlsəfəsini ortaya qoyur. Burada artıq hər hansı bir demokratiyadan, insan hüquq və azadlıqlarından söhbət gedə bilməz. Çünki dünən terrorçu deyib axtartırdığı şəxsi bugün hakimiyyətə gətirir və onunla görüşür. Amerika Birləşmiş Ştatlarının prezidentinin bir terrorçu ilə görüşməsi bu ölkənin açıq şəkildə terrorçuluğu, terrorçuları müdafiə etməsi, onları maliyyələşdirməsi anlamına gəlir. Zaten biz hər zaman deməli bu mövzularda danışmışıq və əsasən danışığımızın mahiyyəti bundan ibarət olub ki, Amerika Birləşmiş Ştatları regionda, yaxın şərqdə deməli terrorçu qrupları, yeni terrorçu qrupları hazırlayır, yetişdirir, təlimatlandırır. Onlara deməli hərbi təlimlər keçir və onlara silah və pul dəstəyi verərək regionda sülhün, əmin-amanlığın pozulmasına birbaşa iştirak edir və nə qədər ki Amerika Birləşmiş Ştatlarının regionda maraqları var, regionda əmin-amanlıq və sülhdən danışmağa dəyməz. Əziz izləyicilər, baxın bu görüş nəticəsində bəzi məsələlər aydın olur. Aydın olan məsələlərdən biri də biraz əvvəl danışdığım Səudiyyə Ərəbistanının deməli 142 milyard hərbi texnikanın alınması ilə bağlı müqaviləyə imza atmasıdır. Mən hesab edirəm ki, Amerika Birləşmiş Ştatlarının regionda əsas hədəfi İrandır. Bacardığı qədər İran İslam Respublikasına qarşı bütün güclərini ora səfərbər edir. İran İslam Respublikasının əhatəsini daraltmağa cəhd edir və Suriya məsələsində də, Suriyada da əslində mən düşünürəm ki, terrorçu bir qrupun Suriyada hakimiyyətə gətirilməsindən də məhz iki dənə ciddi hədəf vardı. Qərbin iki ciddi hədəfi vardı. Birincisi orada İrana qarşı olan deməli əhatəni daraltsın və savaşı yavaş-yavaş İranın daxilinə çəksin. Bu birinci və əsas hədəflərdən biri idi. İkincisi də İsrail rejiminin deməli biraz nəfəs verməsi üçün orada belə bir hakimiyyətin olması çox zəruri idi. Çünki Suriyada illərlə İsrail rejiminə qarşı müxalif hakimiyyət olub. Bəşər Əsəd, yəni Əsəd rejiminin həm Hafiz Əsəd, həm Bəşər Əsəd bunlar Siyonizmə qarşı idilər. Yəni Ərəb ölkələrinin içərisində yəni istisna ilə bir neçə daha doğrusu ölkə var idi ki, onlar İsrailə rejimə qarşıdılar. Biri də Əsəd rejimi idi. Əsəd rejiminin deməli Suriya, üzr istəyirəm, İsrailə qarşı olması bütün Qərbin bu rejimə qarşı birləşməsini həm də təmin edən əsas səbəblərdəndir. Bu məsələyə görə də deməli Amerika Birləşmiş Ştatları Türkiyənin vasitəsilə Suriyada Əsəd rejimini aradan götürdü və həm İsrailin iddia etdiyi Golan təpələri və müəyyən ərazilər ki vardı, Suriyanın əraziləridir, onları öz torpaqlarına ilhaq etmək planının reallaşdırılması və eyni zamanda İsrailə Suriya tərəfindən hər hansı bir hərbi müdaxilənin qarşısını almaq və bu tərəfdən İsrail üçün bir arxayınlıq
yaratmaq məqsədi daşıyırdı. Düşünürəm ki, deməli Suriya ilə, Səudi Ərəbistanı ilə Amerika Birləşmiş Ştatlarının arasında bağlanan o hərbi müqavilə və eyni zamanda investisiya tələbi, bunların bir hissəsi Suriyada deməli rejimin maliyyələşməsinə sərf ediləcək ki, həmən o rejimin, həmən o maliyyənin qarşılığında o rejimdən əsas tələb olunan deməli tələb isə, şərt isə İrana qarşı Amerika Birləşmiş Ştatlarının Qərbin İrana qarşı olan planlarının həyata keçirilməsində istifadə olunacaq. Yəni düşünürəm ki, deməli Trumpın bu səfəri regionda bir çox dəyişikliklərə deməli səbəb olacaq və əsas da məqsəd əlbəttə ki, həm İsrailin biraz rahat nəfəs almasını təmin etmək, eyni zamanda İrana qarşı deməli müəyyən qüvvələri birləşdirərək İranın əhatəsini daraltmaqdır. Bu əlbəttə ki, Trumpın və Amerika Birləşmiş Ştatlarının, yəni Qərb blokunun əsas hədəfidir. Amma bu hədəfə nə qədər nail ola biləcəklər, ola bilməyəcəklər, bu isə təbii ki, başqa bir mövzudur. Ümid edirik ki, Amerika Birləşmiş Ştatlarının, ümumiyyətlə Qərb blokunun regionda deməli fəaliyyəti inşallah tezliklə iflasa uğrayacaq. Çünki Amerika Birləşmiş Ştatlarının Qərb blokunun regionda mövcudluğu qeyd etdiyim kimi regionda əmin-amanlığın, sülhün baş verməsinə ən ciddi maneələrdən biridir. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.